Salam, hər vaxtınız xeyir olsun dəyərli qrup üzvlərimiz. Bugün sizə bir-birindən maraqlı test nümunələri ilə gəlmişəm. Yəni vaxt itirmədən testlərimizin izahına başlayaq. Kod cədvəlindən istifadə edərək koda uyğun olan sözü tapıb verilənlərə əsasən biz bunları yerinə qoymalıyıq. 0-1 hardadır? M-də görürük də 0-1-i M-in altında görürük. Ona görə 0-1-ə deyək M. 0-1 olsun M. Daha sonra 1-1-1 görürəm, 1-1-1 üdür. 1-1-1-ə də deyim, 1-1-1-ə də deyim, ülsənsən. 1-0-1-ə deyim, əlsən. 1-0-1 əl. 1-0-0-da l olacaq, 0-0 l-dır. 1-0-0 yenə l-dır. 0-1 nə idi? M idi, düzdürmü? Yoxsa necə? Yox, elə ayırsam M olacaq. M olmaz. 0-1-0 şəklində ayıraq. Çünki aşağıda i var. Baxın, 0-1-0 i-nin kodudur. Sıfır bir sıfır i-nin kodudur. Ona görə də 0-1-0 da yazıram i. Ən sona qalır 0-1, o da m-dır. Deməli, mənim verilmiş sözüm nəyimiz? Müəllim sözü imiş. Müəllim. Bu qədər. Deməli, belə bir maraqlı misal nümunəmiz var. Deyir ki, informasiyanı kodlaşdırmaq üçün LED lampalardan istifadə olunur və hər bir LED lampa qırmızı, göy, yaşıl və əlavə olaraq sönmüş vəziyyətdə olur. Deməli, neçə dənə vəziyyətlə tanış oldum mən? Qırmızı 1, göy 2, yaşıl 3, bir də sönmüş 4. Deməli, 4-ün qüvvətləri ilə işləyəcəm mən. Sonra nə deyir? Deyir ki, 300 müxtəlif siqnalı ifadə etmək üçün ən az neçə LED lampa istifadə olunmalıdır. Yəni, bu 300-ü mən 4-ün qüvvətləri arasında işlətsəm bircə dəqiqə. 4-ün qüvvətlərinə baxaq. 4 üstü 4 üstü 4 nədir? 256. Düzdür? Yazaq 4 üstü 4. Deməli, bu 4 üstü 4 ilə 4 üstü 5-in arasında yerləşəcək. 4 üstü 5-in nədir? 1280-dir. Deməli, mənim üçün 4 dənə yox, ən azı 5 dənə LED lampa lazımdır ki, mən bunu 300 dənə fərqli vəziyyəti bunun içərisində yerləşdirə bilim. Bu 256-dır. 256. Bu isə 1280-dir. Görün, nə qədər fərq var arasında. Mən bu 300-ü bura rahatlıqla yerləşdirib istifadə edə bilərəm. Cavabım olur C variantı. Növbəti eyni tipli misalımıza baxırıq. Deyir ki, ünvan işini 8 mərtəbəlidir. Yəni, 8 dənə kanalı var. 4, 5, 6, 7, 8 dənə kanalımız var bizim. Hər bir mərtəbə ilə 3 fərqli siqnal ötürmək olur. 3, 3, 3, 3, 3, 3, 3, 3 simbol. Bunların da hamısını bir-birinə vuranda nə eləyir? Toplayıram da üstlərini, düzdür? 8 dənə 3 eləyir 3 üstü. 8 sayda fərqli ünvana məlumat ötürmək olar. Deməli, daha bir maraqlı sualımıza baxaq. Deyir ki, 8 simvolu minimal əlif var. Deməli, bu 8 simvoldan ibarətdir. Düzdür. 8 nədir? 2 üstü 3. Deməli, mənim burada bir simvolum 3 bit yer tutur. Ona görə də mən bu verilmiş kodu 3-3 ayıracağım. İndi oxuyaq görə axıra qədər nə deyir? Əlifba ilə kodlaşdırılmış sözün ikilik kodu aşağıdakı formadadır və verilmiş 3 sözdən birini ifadə edir. Gəlin görək bu 3 sözdən hansını ifadə edir bu? 3-3 ayıraq. Ayırdım. Deməli, burada eyni olan varmı? 1-1-0 var. 1-1-0 2 dənədir. 1-1-0-a mən A desəm, düzdürmü? Bax, sonuncu A deyil. Burada da sonuncu A deyil. Deməli, palmadır.
Onda mənim kodumu necə aldım? 100 P oldu. 001 L oldu. 111 də M oldu. Hayma, düzdürmü? İndi deyir ki, buna əsasən lampa sözünün kodunu de mənə. L, A, M, P, A. Yazdım. İndi deyir ki, lampanın kodunu de. 001 lampanın L'sının kodudur. A'nın kodu nə idi? 1, 1, 0. M'nın kodu nədir? 1, 1, 1. P nə idi? 1, 0, 0. 1, 0, 0. A'daki 1, 1, 0'dır. İndi gəlin baxaq görə harda var. Sonu 1, 1, 0 ilə bitən budur və budur. 1, 1, 0, 1, 0, 0, 1, 1, 1, 0, 0, 1 və bu. Budur. Bu niyə deyil? Gəlin baxaq. 1, 1, 0, 1, 1, 1. Baxın. Yox, bu 1, 1, 1 ilə başlayır elə. Bu səhvdir burası. Burada 0, 0 var, burada yoxdur. So, cavabım oldu B variantı. Deməli, gəlirik günün son sualına. Burada deyir ki, 40 simvoldan ibarət olan məlumatın informasiya həcmi 320 bitdir. Deməli, neçə bitəsə vurmuşam mən bu simvolu. Alınıb 320 bit. X-in bərabərdir 320 bölünsün 40-a. Bu da eləyəcək 8. X bərabərdir 8-dirsə, deməli, mənim bu hər hansı bir əlifbamdır və bu əlifbada bir simvolum 8 bit yer tutur. Mənim bu əlifbamın ümumi əlifbanın gücü 300 elə bilməyin qüvvət nəzərdə tutulur. Elə 8-in özünü götürəcəm. Yox. Gücü deyəndə mən 8-i atıram 2-nin qüvvətinə. O da olur 256 sayda simvol. Yəni bu əlifbada maksimum 256 sayda simvol var. Məni dinlədiyiniz üçün təşəkkür edirəm.